deyir ki, hər iştirakçının 10 oyun keçirdiyi bir yarış haqqında aşağıdakılar məlumdur. Qalib gələn iştirakçı 4 xal qazanır. Bərabərə qalan iştirakçı 2 xal qazanır. Məğlub olan iştirakçı isə 3 xal itirir. Yarışmada iştirak edən iştirakçıların hər biri ən azı bir oyun uduzub. Verilən məlumatlara əsasən yarışmada 24 xal toplayan iştirakçı neçə oyunda qalib gəlib? Deməli uşaqlar, burada ümumi xalın hesablanması var. Ümumi xal hesabına görə qalib gələn iştirakçı 4 xal qazanır. Yəni qalibiyyət 4 xal qazandırır. Bərabərə qalan iştirakçı 2 xal qazanır. Bərabərlik 2 xal qazandırır. Məğlub olan iştirakçı isə 3 xal itirir. Məğlubiyyət 3 xal. Məğlubiyyətə görə 3 xal itirir. Bir də burada qazanılmayan xallar var. Qalibiyyətdən ancaq qazanır, düzdür? İtirmir ki. Bərabərlikdə uşaqlar 2 xal qazansa da, axı 4 xal qazanmalıdır. Deməli bu bərabərə qalanda əslində 2 xalını itirir. Yəni 2 xalını qazanmır. Çünki Ceyhan düz otur. Çünki 4 xal qazanmalıdır, ikisini qazanır. Deməli ikisini də qazanmır. Məğlub olsa 4 xal qazanmır, həm də 3 xalını itirir. 4 xal qazanmır, 3 xalını da itirir. Deməli ümumilikdə neçə xal qazanmır? 7 xal qazanmır. Yarışmada iştirak edən iştirakçıların hər biri ən azı bir oyun uduzub. Verilən məlumatlara əsasən yarışmada 24 xal toplayan iştirakçı neçə oyunda qalib gəlib? Uşaqlar 10 oyundur, 4 xal qazanırsa, hər qalibiyyət 4 xal verirsə, deməli bu oyunda ümumilikdə 40 xal toplamaq olar. Amma toplayıb 24 xal. Deməli, nə qədərini qazanmayıb? 40-dan 24 çıxırıq, qazana bilmədiyini tapırıq. (16 xalını qazana bilmir uşaqlar. 16 xalı necə qazana bilmir? Ehtimallara baxırıq. Bir dəfə bərabərə qalsa 2 xalını qazanmaz. Bir əgər bərabərlik olsa, o zaman 2 dən məğlubiyyəti olmalıdır ki, 16 eləsin, düzdür? Bir bərabərlik, 2 dənə də məğlubiyyət. Birlikdə eləyəcək 16 xal. Yəni 2 xal bərabərliyə görə qazanmayacaq. 2 dənə 7, yəni 14 xal da məğlubiyyətə görə qazanmayacaq. Ümumilikdə 16 xal qazanmamış olacaq. Bir ehtimalımız budur. İkinci ehtimalımız 2 dəfə bərabərə qala bilər. Qala bilər amma qala bilməz. Çünki 2 dəfə bərabər qalsa, o zaman 4 xal qazanmaz. Məğlubiyyətdə də 16-dan 4 çıxarıq, eləyər 12, 12-ni də 7 yerə bölə bilmirik. Deməli 2 bərabərlik alınmaz. 3 bərabərlik alınar? Alınmaz. Çünki 3 bərabərliyi olsa, o zaman 6 xal itirər. 16-dan da biz 6-nı çıxsaq 10, onu da 7-yə bölə bilmirik. 4 bərabərlik də alınmaz. Deməli bizim bir dənə ehtimalımız oldu. Bir dənə mümkün cavabımız oldu. 1 bərabərlik və 2 məğlubiyyət. İndi yerinə qoyuruq. Yerinə qoyanda uşaqlar ümumi xal hesabı ilə hesablayacaqsınız. 10 dənə oyun olduğuna görə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Birinci oyunda bərabərə qaldı, tutalım. Baxın, ümumi xal hesabı ilə hesablayıram. Gəlib qazanılmayan xalları bura yazmayın. Ümumi xal hesabına görə bərabərlik 2 xal qazandırır. İkincisində tutalım ki, məğlub oldu. 3 xalı qalib gəldi yazaq, sonra 3 xalı çıxarır. İkincisində qalib gəldi 4, üçüncüsündə qalib gəldi 4, 4-də qalib gəldi, 5-də qalib gəldi. 9-dan 10-da da məğlub oldu. İndi bunların yeri önəmli deyil də. Ola bilər ki, əvvəl başda məğlub olsun, ortada bərabərə qalsın, ya da qalib gəlsin, sonlarda bərabərlik yaxud məğlubiyyət alsın. Bunların yeri önəmli deyil. Önəmli olan bu xalların hesablanmağının düzgün gəlməyidir. Görək həqiqətən də 24 xal eləyirmi və 16 xalı həqiqətən də itirirmi?
Baxırıq görürük ki, uşaqlar 7 dənə qalibiyyəti var. 7 4-ün 28. Bir dənə bərabərliyi var. 2 dənə də məğlubiyyəti var. 28 plus 2 30. 30-dan da 6 çıxanda 24. Deməli 24 xal elədi. Bizim cavabımız düzdür. Bir bərabərlik, 2 məğlubiyyət olmalıdır. Başa düşdü hər kəs?